Salam, Inforx şirkətinin həftəlik bazar analizinə xoş gəlmişsiniz. Əminliklə demək olar ki, həftə əvvəli dollar tamamilə uduzdu. Keçən cümə günü kimi bazar ertəsi də əsas pozitiv impuls mənbələrindən biri Çindən gələn xəbərlər oldu. Şənbə günü dərc olunan xəbərlər göstərdi ki, Çinin sənaye istehsalı avqustda keçən ilin analoji dövrü ilə müqayisədə 13,9%, pərkəndə satışların həcmi isə 18,4% artdı. Bu yolla həftə əvvəl ticarət ABŞ-da 2 qat tipli resessiya təhlükəsinin yaranması, Şərqin nəhəng iqtisadi ölkələri tərəfindən tələbin artıracağı ilə sıxışdırılırdı. Avro nəticə etibarilə 1.28.50-dən yuxarıda bağlandı. Britaniya fondu isə Avropa fond indekslərinin dalğabarı enib qalxmalarını izləyərək həftəyə renzdə başladı. İsveçrə frankı zəifləyən dollara qarşı uğurla möhkəmləndi və bu tendensiya çərşənbə axşamı da davam etdi. Çərşənbə axşamı sürprizləri artıq Avropa sessiyasından başlamışdı. Almaniya üzrə TÜV İnstitutunun işgüzar aktivlik indeksi negativ dinamika əks etdirdi. Onun aktualı 10 proqnoza qarşı mənfi 4,3 təşkil etdi. Buna cavab olaraq avro-dollar 1.28-27-yə geri çəkilməli oldu. Hərçənd həmin səviyyədən aşağı enmədi. Sutkalıq sessiyanın iş saatlarında daha nəzərə çarpan hərəkəti Yaponiya nümayiş etdirdi. O, 82-91-ə qədər kəskin qalxdı. Buna səbəb Yaponiya Demokratik Partiyasındakı daxili səsvermə oldu, hansı ki, valyuta intervensiyası tərəfdarı Ichiro Ozawaya şans vermədi. Çərşənbə günü də çərşənbə axşamından heç də maraqsız keçmədi. İxracatdan asılı Yaponiya iqtisadiyyatına münasibətdə ienanın möhkəmlənmək təhlükəsini başa düşən analitiklərin prinsipcə çoxdandır gözlədiyi baş verdi. Yaponiya Bankı nəhayət milli valyutanın kütləvi satışı yolu ilə valyuta intervensiyası keçirdi və bu Asiya sessiyasının ikinci saatında baş verdi. Əgər avro və fond bu problemlərdən kənarda qalırdılarsa, frank iena intervensiyasından sonra dərhal dollara qarşı kəskin zəiflədi. Həmçinin milli valyutanın möhkəmlənməsindən əziyyət çəkən İsveçrə Milli Bankının buna cavab verəcəyi ilə bağlı ehtimallar yarandı. Frankın çərşənbə axşamı kəskin zəifləməsini gözlənilməz adlandırmaq çətindir. Belə ki, İsveçrə Milli Bankı tərəfindən mümkün intervensiya barədə söhbətlər Yaponiya bankirlərinin açıq-aşkar hərəkətindən sonra aktuallaşdı. Bundan əlavə İsveçrə məmurlarının intervensiyası çox güman maska geymiş verbal xarakterə malikdir. Ayrıca qeyd etmək lazımdır ki, həftə içi dolların zəifləməsinə həmçinin FES-in kəmiyyətcə yumuşatma proqramını davam etdirmə planlarına qarışıq münasibətlərin bildirilməsi də təsir etdi. Əsas etibarilə bu fikirlərə söykənərək treyderlər cümə günündə dolların rəqiblərinə üstünlük verirdilər. Hansı ki, bu da avroya və fondda dollara qarşı 5 həftəlik maksimuma müvafiq olaraq 1.31.57-yə və 1.57.27-yə qalxmasına şərait yaratdı. Bundan sonra Avropa bazarlarında İrlandiya banklarının güman olunduğundan da böyük ziyanlar və əlavə köməyə ehtiyac barəsində şayələr yarandı. Bunun nəticəsində Avropa valyutaları əldə etdikləri maksimumlardan geri döndülər. Avro həftəni 1.30.50-də, fond isə 1.56.29-da başa vurdu. Gələn həftəyə olan proqnoz. Gələn həftə xəbərlərin sayı elə də çox olmayacaq, hərçənd bu onları analiz baxımından daha vacib edəcək. İlk növbədə Federal ehtiyatlar sisteminin iclası və onun ardı ilə faiz dərəcələrində dəyişikliklər barədə qərarın qəbulu. Hazırda isə faiz dərəcələri 0,25%-dir. İngiltərə Bankının sonuncu iclas protokolunun dərci investorların marağına səbəb olacaq. Deyilənlərdən savayı Avrozonada istehlakçıların əminlik indikatoru və Almaniya üzrə iPhone-un işgüzar dairələrin vəziyyəti barədə məlumatı işıq üzü görəcək. ABŞ-da yeni evlərin satışını və uzun müddətli istifadəyə nəzərdə tutulan məhsul sifarişlərinin həcmini əks etdirən rəqəmlər dərc olunacaq. Valyuta cütlüklərinin diapazonlarına gəldikdə isə növbəti həftə gedişatında bu kanalları qeyd etmək olar. Avro-dollar cütlüyü dəstək səviyyəsi 1.29-da olmaq şərti ilə 1.32-yə qalxmağa cəhd göstərəcək. Britaniya fondu isə 1.55-1.58 arasındakı hərəkətini davam etdirəcək.